Salam aleykum. Hidrogene göre nispi sıxlığı 18 olan eyni mol miqdarda götürülmüş alkan ve alkin. Demək yazıram alkan. Yazıram alkin. Biz bunu karbonin H2 plus 2 və yaxud da karbonin H2 kimi yaza bilmərik. Çünki biz bilmirik burada alkan və alkində karbonların sayı nə qədərdir. Aydın məsələdir ki, bunların mol miqdarları eynidir, bilmirəm. Və burada belə bir deməli söz yazıb ki, bromlu su olan qabdan keçirəndə qabın kütləsi 56 qram dəyişir. Təbii ki, onu artıran və ya artıran deməli alkendir. Amma alkeni biz burada da qazlardan söhbət getdiyinə görə biz bildik ki, alkanlarda 1-dən 4-ə qədər qazdır. Alkenlərdə 2-ci, 3-cü, 4-cü karbon olan 2, 3, 4 karbon olan deməli alkenlər qaz halındadır. Yazıram C2H4 birinci nümayəndə, C3H6 ikinci və də bu da üçüncü nümayəndə. Ondan sonrakılar maye halındadır. Aydındır. Və təbii ki, biz bunu götürə bilmərik. Çünki biz bunun maliyyə kütləsi deməli 42-dir. Biz 56-nı 42-yə bölsək təqribi rəqəm alınır. Yəni ki, burada buna uyğun rəqəm olmayacaqdır. Ona görə burada ya bu karbidəgendən gedir, söhbət ya da bu karbidəgendən gedir. Aydındır, 56 olması üçün gərək bu 2 mol olsun. 56 olması üçün gərək o 2 mol olsun. Bu isə 56 olması üçün gərək 1 mol olsun. İndi biz C2H4-dən istifadə eləyiriksə, bu deməkdir ki, biz alkana 2 mol, alkene də 2 mol. Çünki biz burada C2H4-ü 2 mol götürdük. Hidrogenin sıxlıq 18, 18-i 2-yə vuranda 36 edir. 36 bərabər də alkanın molu var, maliyyə kütləsini bilmirəm. Alken də dedik ki, 2 vurulsun 28, 56. Aşağıda bunların mollarının cəmi. Buradan da deməli biz 36-nı vururam 4-ə, 144, 144-dən 56 çıxıram. Bölürəm deməli 2-yə 44. Bu deməli karbon 3H8-dir. Yəni 2 mol karbon 2H4 və 2 mol karbon 3H8 və qalan qaz da yanında 6 mol karbon dioksid alınır. Bu demək ki, bəli, burada mən 6 dənə karbon var da 6 CO2 ala bilərəm. Aydın, yəni ki, bu artıq alkan molekulunda 3 karbon olduğunu göstərir. Ancaq məsəl üçün digərindən yanaşsaq, digərindən məsəl üçün bir bildiyi 3 dənə karbon var alkanda. Məsəl üçün digər məsələn bununla yanaşsaq, əgər burada 1C4H8 yazmısansa, onda gərək alkanı da biz 1 mol götürək. Onda buradan yenə də 18-i 2-yə vuranda 36 eləyir. Alkanın molu 1 maliyyə kütləsi bilmirəm. Bu da deməli 1 vur deməli 56. Aşağıda bunların mollarının cəmi 36-nı 2-yə vuranda 72, 72-dən 56 çıxanda 16, 16 və bunun molekül kütləsi 16, bu da metan imiş. 1 mol metan da 6 mol CO2 verə bilməz. Ona görə də doğru cavab burada alkanda 3 dənə karbon atomu olur.